Salam, hər vaxtınız xeyir olsun, əziz müştərilərim və izləyicilərim. Gördüyünüz halda xəta koduna çevirən bir kombi. Bu hallarda narahat olmağınıza ehtiyac yoxdur. Yəni, bu halın beləçiyinə olma səbəbi, yəni xəta koduna çevriliş etməsi, yəni ondan sarıdır ki, yəni sizin burada təzyiqinizin düşməsidir. Yəni, burada kombinizin təzyiqinin düşməsidir. Görürsünüz. Barel görürsünüz sıfırın üzərində. Gördüyünüz halda. Bu hallarda nə etmək olar? Deməli, gördüyünüz halda altda görürsünüz təzyiqin krantı burada. Görürsünüz. Bu gördüyünüz krantı sağa bağlanıb əks istiqamətinə, yəni sola açılması deməkdir. Amma bir də onu unutmayın ki, açdıqdan sonra, yəni bunu açdıqdan sonra bağlamağı yadınızdan çıxarmayın. Çünki yadınızdan çıxıb qalarsa təzyiq öz-özünə qalxıb 3 atmosfer yarımı keçdikdən sonra əmniyyət vintili atacaq. Yəni atdığında nə olur? Altında gördüyünüz bu başlığı görürsünüz. Təhlükəsizlik üçün bunun altından su püskürəcək. Yəni detal korlanmasın deyə. Siz bunu gördüyünüz halda açdıqda, sol açdıqda bir gözünüz olur bareldə. Yəni, barelin qalxmasını görəsiz deyə. Tutaq ki, bax, açıram. Xəta kodunu da görürsünüz. Davam edir. Görürsünüz. E4 xəta kodu davam edir. Gördüyünüz halda. Siz gözünüz burada bareldə olduqda bir əlinizdə krantda olur. Yəni, bax, gördüyünüz krantda. Dediyim kimi, sağa bağlanıb sola açılır. Bildiniz necə? Sağa bağlayırsan, sola açırsan. İndi biz bunu açırıq, gözümüz olur bareldə. Təzyiqə gözünüz nəzarət edin, bir yarım təzyiqdə saxlayın. Bax, görürsünüz. Bax, qalxacaq, bir yarımda saxlayacaq. Yəni, dediyim kimi, sağ istiqamətə vurursunuz krantı, yaddan çıxarmayın, açıq qoymayın. Bağlayın ki, su çox vurmasın içinə. Bir yarımda saxlayırıq. Dəf kimi qəşəng, səliqəli. Gördüyünüz halda. Obru növbəti videoda izah etmişdim. İşləməsini də qoy görsədim mən sizə. Bircə dəqiqə. Görürsünüz işləməsini də dəf kimi qəşəng, səliqəli.